hissədə gömülü bir ağıl dişi var. Bu ağıl dişini çəkib çıxardacağıq indi. Çünki dişləri çarpazlaşdırır. Digər dişləri əyir, çarpazlaşdırır. Ona görə də bu dişləri çəkib çıxardacağıq. Yuxarıda da həmçinin bir gömülü ağıl dişimiz var. Bu hissədə, bu nahiyədə. Rentgendən də görürük. Kökü əyri olmağına baxmayaraq bütöv çıxdı, dişimiz çəkildi. Bütöv çıxdı, köklər də yerli yerində hamısı çıxdı. Bu diş çəkilən yer, əslində bu boyda biz kəsik atmamışıq. Kəsik də budur, balaca bir kəsik idi. Balaca bir kəsik idi, bu boyda bir kəsik idi. Amma diş çəkildiyi üçün bu boyda belə, açanda belə bir böyük bir şey görünür. İndi buranı tikəcəyik. Ağrı var. Bu qız çox qorxuldu, hədsiz qorxuldu. Xırda iki tikişlə buranı da bağlamış olduq. Belə bir tərs, belə. Buradan bir dəlik qoyacağıq buradan açıqda ki, at yox olmasın. Digər dişlər çıxdı. Kapşonumuzu da götürək buradan. Və buranı da tikdik. Bir baxaq güzgüylə. Güzgüylə də baxsaq, belə bir tikildi oralar. Belə. Görünürsə əgər, belə tikildi. Ağrı oldu iki dişin çəkimində. Hər hansı bir sıxıntı var. Narahatlıq yoxdur ki. Şu.